Yüseyr ibn Cabir belə rəvayət edir. Bir gün Küfədə qırmızı külək qopdu, sonra onların yanına bir kişi gəldi. O güclü bürküyə fikir verməyib qışqırdı. Ey Abdullah ibn Məsud, qiyamət günü yetişdi. Abdullah dirsəklənərək uzanmışdı. Ancaq kişini görüb qalxdı və oturdu. Sonra dedi, qiyamət günü müsəlmanların əldə etdikləri hərbi qənimətlərə görə sevinə bilməyəcəkləri və mirasları bölə bilməyəcəkləri saat gəlməyənə qədər yetişməyəcək. O Şama tərəf əl uzatdı və dedi, düşmən müsəlmanlara, müsəlmanlar isə düşmənə qarşı birləşəcəklər. Yüseyr dedi, sən Rumluları nəzərdə tutursan? O, bəli dedi. O zaman çox şiddətli bir döyüş baş verəcəkdir. Müsəlmanlar bu döyüşdə ya qələbə, ya da ki ölüm şərtini qoyub ordu göndərəcəklər. Döyüş gecəyədək davam edəcək. Heç kəs qalib gələ bilməyib qayıdacaq. Ancaq müsəlmanların sıraları azalacaq. Müsəlmanlar ya qələbə, ya da ki ölüm şərtini qoyub yenidən ordu göndərəcəklər. Döyüş gecəyədək davam edəcək. Heç kəs qalib gələ bilməyib qayıdacaq. Müsəlmanlar yenə azalacaqlar. Sonra müsəlmanlar ya qələbə, ya da ki ölüm şərtini qoyub ordu göndərəcəklər. Döyüş qaranlığa qədər davam edəcək. Heç kəs qalib gələ bilməyib qayıdacaq. Müsəlmanlar yenə də itki verəcəklər. 4-cü gün qalan müsəlmanlar da döyüşə qatılacaq və uca Allah zəfər əta edəcəkdir. Çox şiddətli döyüş baş verər. Nəticədə çoxlu adam öldürüləcək. Belə döyüş görünməmişdir, yaxud belə döyüş görünməyib. Hətta quş da döyüş meydanının üzərində sağ-salamat uçub keçə bilməyəcək. 100 adam olan nəsildən yalnız bir nəfər qalacaq. Hansı qənimətə sevinəsən və hansı mirası bölüşdürəsən. Qalib gəlmiş müsəlmanlar məhz bu vəziyyətdə ikən daha böyük bəla ilə üzləşərlər. Onlara qışqırıq səsi eşidiləcək. Yalançı Məsih sizin ailənizə hücum etdi. Onlar əllərində olan hər şeyi atıb yola düşəcəklər. İrəli 10 atlı salacaqlar. Allah elçisi ona Allahın salavatı və salamı olsun buyurdu. Mən onların adlarını, atalarının adlarını və atlarının rəngini bilirəm. O zamanlar onlar ən yaxşı süvarilər və ya yaxşılardan biri olacaqlar. Müslim 7463-cü hədis.